İkinci bölüm. Gənclərin 1385 xurdad qiyamında nəqşi. Gənclərin hərəkətləri sosial hərəkətlərin bir türüdür ki, ümumi bir yönü vardır və yavaş-yavaş zaman içində böyüyürlər və buna görə də uzun zaman davam edirlər. Genəldə gənclər hərəkatında ən önəmli nəqşləri universitet və oxul öğrenciləri ifa edir və bunun nədəni siyasi bilgi və toplumun aydın düşüncəli insanları ilə universitet ortamında geniş ilgiləri və başqa gənclər və toplumun çeşitli bölümlərində sahib olduqları dəyər və prestijdir ki, sosial hərəkətlərdə daha çox aktiv olmaqlarına səbəb olur. Öğrencilərin 28 Murdad kudetasına qarşılığı 2322-ci ilin 16 Azər olaylarına səbəb olub və öğrencilərin Pəhləvi rejiminin zülmünə qarşı savaş nümadına çevrilməsi Gənclər hərəkatının Azərbaycan Demokrat Firqəsi şaxəsində aktiv nəqşinə qədər o hərəkətlərdəndir ki, gənclərin onu yürütməkdə ən önəmli nəqş olubdur. Əraqla İran savaşından sonra nisbi aramış qurulduğunda gənclərin sosial fəaliyyətləri, kimliklərini qoruma və mərkəzdən uzaqlaşma adıyla Azərbaycanın aydın düşüncəli təbəqələrin arasında Təbriz mərkəziyyəti ilə başlandı. Buna görə də belə demək olar ki, 1370-ci illər İranda və Azərbaycanda Azərbaycan gənclər hərəkatı ilə mərkəzçi ideolojinin arasında ayrımcılıq başlanğıcı idi. Çünki birinci dəfə Güney Azərbaycan gənclər hərəkatının təməl istəkləri və öncəlikləri mərkəzçi hərəkatının öncəlikləri ilə bir yöndə deyildi. Bu arada bölgesel gəlişmələrin etkisi unudulmamalıdır. Şurəvinin dağılması və Quzey Azərbaycanın bağımsızlığının elan edilməsi bir daha Araz çayının hər iki tərəfindəki insanları Fars və Rus istimarından qurtulmasına umudlandırmışdı. Quzey Azərbaycan və Ermənistanın arasında Qarabağ üçün başlayan savaş və ermənilərin orada vəhşicə cinayətləri, özəlliklə Xocalı soyqırımı Güney Azərbaycan universitetlərində geniş bir şəkildə yayıldı. Bu arada İranın Ermənistanı dəstəkləməsi və Əli Əkbər vilayətinin dış siyasəti öğrencilərin narazılıqlığını daha da şiddətləndirdi. İran rejiminin hakimləri Quzey Azərbaycan bağımsızlığından rahatsızdılar və Güney Azərbaycanda milli oyanışını ciddi bir təhdid hesab edirdilər. Qarabağ savaşı əsnasında Əbilfəzl Elçi bəy 1992-ci ilin juan ayında Quzey Azərbaycan Cumhurbaşqanı olaraq seçildi. Elçi bəyin kimliklərini qoruyan fikir axımları və Döşkür Mahmud Əli Çehriqaniyə verdiyi dəstək Güney Azərbaycanda agahlığı sürətləndirdi. Qısa zamandan sonra Döşkür Çehriqanlı və dəstəkçilərinin çabaları ilə Azərbaycanda milli məsələyə daha çox maraq göstərildi və birinci dəfə siyasi tribunlar vasitəsilə dil, tarix və kültür kimi qonular Azərbaycanda daha çox gündəmə gəldi. Şəmsə Təbriz, Nəvid Azərbaycan, Varlıq və Çağrı kimi dərgilərin yayınlaması xalqın və özəlliklə öğrencilərin bilgilərinin öz kimliklərinə görə daha çoxalmasına səbəb oldu və beləcə də mədəni fəaliyyətlərin genişlənməsi üçün gərəkli ortam yarandı. Habelə 1374-cü ilində İran adlı coğrafiyanın qırıqçı rejiminin radyo-televizyon yayım evi bir seri anketlər hazırlayıb yayınladı ki, Güney Azərbaycan türklərinə qarşı təhqir edici qonulardan söz gedirdi. Bu anket içində hazırsız bir türklə evlənəsiz, hazırsız bir türklə qonşu olasız kimi sorular var idi. Rejim mediasının bu təhqiri 15-in 19-unda Azərbaycanın hər yerində çox sayıda öğrencilərin qiyamına səbəb oldu və etirazlar universitetlərin içərisindən xiyavanlara çəkildi. Bu olay Güney Azərbaycanda 15-in 19-u öğrenci günü adlanmasına səbəb oldu. 1000 illik Türk hakimiyyətimizi Qacarlardan sonra itirməmiz
son yüzyılda Pəhləvilər və Cumhuri İslami rejimlərinin baskıları, Səttarxan, Xiyabani, Pişəvəri və xalq müsəlman hərəkatlarında yenilgiyə uğramamız, millətimizin birikmiş bir çox dərdləri var, üst-üstə gəlmiş dərdlərdir. Ayrı tərəfdən 1990-larda Sovyetlər Birliyinin dağılması, Quzey Azərbaycanda milli bir hakimiyyətimizin oluşması, İran içərisində baxdığımızda İran-İraq savaşından sonra nisbi bir rahatlama, nisbi bir azadlıqları gördüyümüzdə artıq görürük ki, Tehran və özəlliklə Təbriz universitetləri başda olmaq üzrə bir çox gəncimiz özlərinə dönmə, öz kimliklərinə dönmə duyğularını yaşayırlar və bir çox türk dərs klasslarını görürük, şeir axşamları, məqalələr, öyrənci dərgiləri, bölgəsəl dərgilər, NGO və dərnəklərə bənzər bir aktivitələr başlayır və iş o yerə gəlir, çatır ki, 1374-də biz şahid oluruq. Sayın Doktor Çehriqani Təbrizdən parlament adayı olur və milli haqlarımızı dilə gətirir. Və o illərdə biz şahid olduq ki, Azərbaycanın başa-başından milli aktivistlərimiz Təbrizə axın edirlər, oy vermək üçün əslində oy vermək məsələ deyildi, bəlkə bir şəxs və bir şəxsiyyət tapılıb Güney Azərbaycan insanının dərdlərini deyir və illərdən bəri özəlliklə vurguladığım kimi öyrəncilər üniversitelərdə yeni bir şeylər görüblər, öyrəniblər, ailələrinə dönüblər, məhəllələrinə, şəhərlərinə və o illərdə böyük dəstək verirlər Təbriz seçimlərinə. Beləliklə biz görürük ki, işimiz yox, biz o illərin sonucu nə oldu, hamımız bilirik. Beləliklə bu aktivitələr çoxalır, insanlarımız bir-birlərini tanımağa, paylaşmağa başlayırlar və Güney Azərbaycan milli hərəkatı o illərdə yaranır. Keçən illərdə Döştür Sehrəqanlının kültürel fəaliyyətləri, özəlliklə 1374-cü ilində rejim məsullarının ona qarşı əmniyyətli baxışları olmaqlarına səbəb oldu. Eləcə ki, 1375-ci ilində Təbrizdə məclis seçimlərində İttilaat Nazirliyi onun seçilməsinə izin vermədi. Döştür Sehrəqanlının bir çox tərəfdarı ki, çoxunluqla öyrənci toplumundan idi, Təbriz fərmandarısının qabağında barışçıl bir etiraz qabağa aparırlar. Ancaq əmniyyəti cüzlərinin şiddətli tepkisi ilə qarşılaşırlar və sonuc olaraq bir çox öyrənci yaralanıb və tutuqlanır. Bu təcrübədə göstərdi ki, Güney Azərbaycan Türk millətinin qanuni yolu ilə haqlarını istəmək İran adlı coğrafiya çərçivəsində və reform yolu ilə imkansızdır. Güney Azərbaycan Türk milləti bu məsələni Pişəvərinin nümayəndəlik dönəmində təcrübə etmişdi və göstərdi ki, Güney Azərbaycan Türk millətinin təməl istəkləri təkcə hakim rejiminin dəyişilməsi ilə əldə edilə bilməz. Barışçıl etirazlar qurmaq üçün bir başqa addımda Babək Xürrəmdinin doğumunun il dönümü Kəlibərdə anmaq idi. Bu toplanmaqların ən üst səviyyəsi 1379-cu ilində baş verdi və çox sayda insan tir ayının 10-unda Babək qalasında bir araya gəldi. Babək qalasında toplanan 200 min etirazçı iyalətin əmniyyətli məsullarını təəccübləndirib qorxutdu. Eləcə ki, sonrakı illərdə Babək qalasında toplanmaların qabağını aldı. Bu olaylar reformçu cinahın təzə bir iddia ilə Məhəmməd Xatəminin Cumhurbaşqanlığı ilə cüzlənməsi illərdə baş verdi. Qısa zamandan sonra Xatəmi isbat elədi ki, fars olmayan millətlərin sorunlarını qarşılamaq üçün heç bir açıq iradə və bərnaməsi yoxdur. O təkcə söz ustasıydı və dünyadakı mədəniyyət dialoqlarından danışırdı. Ancaq sistematik ayrıcalığı aradan aparmaq və etniklərin istəklərini İran adlı coğrafiyanın sınırları içində
yerinə gətirmək üçün heç bir iradə və stratejisi yox idi. Xatəmi dövləti və onun kimi fikir axımına sahib olanlar göstərdilər ki, insan haqları konusunda rejimin başqa hizbləri ilə və hətta Pəhləvi rejimi ilə heç fərqləri yoxdur və mədəniyyətlər dialoqu fəqət İran adlı coğrafiyanın özünü bəzəməyə çalışan populisti bir şüardır. Etniklərin kültürel haqlarına dözə bilməyən bir rejim necə mədəniyyətlər dialoqundan danışa bilər?